Deməli, özün üçün mikrofon almaq istəyirsən, amma bilmirsən hansından alasan. Belə bu formada yaxa mikrofonları, yoxsa şotqan mikrofon dediyimiz bu formada olan mikrofonlardan. Bunların fərqi nədir? İndi mən səslərinə qulaq asdıracağam sizə. Hər ikisinin səsinə qulaq asıb fərqi deyərsiniz. Amma gəlin birinci baxaq ki, bunların təyinatları necə fərqlənir bir-birindən. Yaxa mikrofonları omnidirectional dediyimiz mikrofonlardır. Yəni, hər tərəfdən səsi alır, lakin səs mənbəyinə yaxın yerləşdirilməlidir. Məsələn, 10 sm, 15 sm məsafədən uzaq ola bilməz. Bu formada yerləşdirilir yaxaya və ətrafdan gələn bütün səsləri ala bilir. Lakin şotqan mikrofonlarında vəziyyət başqadır. Onları daha uzaqdan yerləşdirə bilərik. Məsələn, 30 sm, 40 sm, 50 sm-dən yerləşdirə bilərik. Bir halda ki, həmin mikrofonlar səs mənbəyinə doğru istiqamətlənmiş olsun. Yəni, şotqan mikrofonları istiqamətlənmiş mikrofonlardır. Əgər çəkilişlərimizdə biz sabit yerdə otururuqsa, daha yaxşı səs almaq üçün belə keyfiyyətli şotqan mikrofonları istifadə edə bilərik. Yox, dinamik, hərəkətli kadrlarımız varsa, məcburi olaraq yaxa mikrofonu istifadə edə bilərik. İndi isə gəlin səsə qulaq asaq. Bu səs hal-hazırda Synco mikrofonunun yazdığı səsdir. Yəni, bu şotqan mikrofonunun, bu səs isə yaxa mikrofonundan eşitdiyiniz səsdir. Heç bir səsə müdaxilə olunmayıb. Kiçik bir studiyadır, akustikası zəifdir. Səs mikrofonlardan necə varsa, elə də gəlir. Hansını bəyəndiniz, aşağıda rəylərdə fikrinizi yazmağı unutmayın. Sağ olun.